Bismillahirrahmanirrahim. Esselamu Aleyküm və Rəhmətullahi və Barakatuhu. Əziz və dəyərli izləyicilərimiz. Bugün podkast serimizin ikinci bölümü davam edir. Sizdən gələn sualları şeyxlə cavablandırırıq. Esselamu Aleyküm və Rəhmətullah. Aleykümselam və Rəhmətullah. Şeyxlə inşallah bugün izləyicilər tərəfindən ən çox verilən sualları cəm elədik. Onlardan biri budur ki, vilayət fəqih məsələsində çox təkid edirlər ki, söhbət eləyəsiniz, ümumiyyətlə vilayət fəqihi nədir və Quran sünnəyə əsasən dəlilləri varmı, yoxsa sonradan ixtira olunmuş bir xətdirmi? Bu gecə bəzi təqvimə əsasən xanım Fatimə Zəhra əleyhissalamın şəhadət gecəsidir. Buna görə də bütün xanım Zəhra əleyhissalamın şiələrinə başsağlığı deyirik. Allah Taala dünya və axirətdə əlimizi xanımın ətəyindən üzməsin. Hər kəsin nə problemi, nə müşkülü var. Xanım Zəhra əleyhissalama xatir müşküllərini həll eləsin. Ümumən bu məsələ tarix boyu müctəhidlər arasında bir bəhs olub ki, fəqihin vilayəti nə həddədir. Amma kütləvi surətdə insanlar arasına çıxışı isə İmam Xümeyni inqilabından sonra baş verdi. Yəni tarix boyu şiələr demək olar ki, İslam dövləti görməmişdilər. 5 ilə qədər Əli əleyhissalam dövləti, 6 aya qədər İmam Həsən əleyhissalam dövləti. Ondan sonra artıq şiə dövləti demək olar ki, yəni İslam adı ilə idarə olunan şiə dövləti olmadı. Ta ki gəldi, deyək, bir balaca bu Ali Buveyh dövlətlərində şiəlik oldu. O da ki, dövlət başçıları şiə olduğu üçün şiə dövlət nisbət verilir. Amma demək olar ki, qanunlar tam şəkildə İslam qanunları deyildi. Ondan sonra da gəldi Səfəvilər dövlətində, yenə Şah İsmail Rıdvanullahi əleyhin başçılığı altındakı Səfəvilər dövləti quruldu. Müəyyən mənada İslam qanunları tətbiq olundu. Şeyx Mühəqqiq Kərəki tərəfindən ki, aparıldı Ərdəbilə, Nəcəfdən aparıldı Ərdəbilə, müəyyən mənada İslam qanunları tətbiq olundu. Yəni bu bir neçə moridi, bir neçə tarixi hadisənin çıxmaq şərti ilə şiələr tarixdə İslam qanunları ilə idarə olunan bir sistem, bir hökumət görməmişdilər. Elə ki, İmam Xümeyni rəhmətullahi əleyh inqilabını elədi və İslam qanunları ilə müctəhidin rəhbərliyi altında bir sistem, bir nizam gətirdi. Ondan sonra artıq həddən artıq demək olar ki, müctəhidlərin səviyyəsindən çıxdı. Adi kütlənin arasında da bu bəhs olundu ki, görəsən vilayət fəqih nə həddədir, fəqihin vilayəti hansı həddədir, hökumət qura bilər, qura bilməz. Ona görə də bu məsələ həddən artıq şişdi, böyüdü, cild-cild kitablar yazıldı, tərəfdarları xeyrinə, tərəfində olmayanlar əksinə və maşallah demək olar ki, həddən artıq bu məsələ öz, belə deyək də, o daşdı, öz çərçivəsini aşırı getdi, qloballaşdı, bəli. Amma bu bir saatlıq, yəni bir saata yaxın bir müddətdə bu hər tərəfli danışmaq olmaz. Sadəcə olaraq sual verən qardaşdır, bacıdır indi, onun xahişini yerinə yetirərək qısa şəkildə Qurandan və hədisdən bəzi dəlillər gətiririk ki, onlar ki, fəqihin vilayəti mütləq görüblər, onların dəlilləri nədir? Amma bunu qeyd edeyim ki, bəzilər səhv başa düşürürlər. Deyəndə ki, İmam Xümeyni rəhmətullahi əleyh fəqih mütləq vilayətinə qaildir, ya bilərəkdən, ya bilməyərəkdən, ya cahillikdən, ya da qərəzdən. Dərhal deyirlər ki, İmam Xümeyni imamlıq iddiası eləyib. Deyir ki, bu söz yalan sözdür, bu batil sözdür. İmam Xümeyni də, Xamni ağa da, indi ondan sonra kim gələcək, Allah bilir, nə qədər davam edəcək, ta imamın gəlişinə qədər, özlərin İmam əleyhissalamın qabağında nökəri görürlər. Qul görürlər, nəinki özünü imam görsün. Fəqihin mütləq vilayəti deyəndə, yəni İmam əleyhissalam insanları idarə etmədə, insanların idarəçiliyində, hökumət qrubu insanları idarə edən zaman nə qədər səlahiyyətə malikdirsə, fəqih də həmən qədər səlahiyyətə malikdir. Amma bu o demək deyil ki, fəqih imamın daşıdığı bütün məqamları daşıyır. İmam günəşə də əmr eləyirdi, dağa da əmr eləyirdi, bağa da əmr eləyirdi, cinə də, mələkə də. O imama aiddir. Fəqihin mütləq vilayətində insanı, yəni cəmiyyəti idarə edən zaman imam nə qədər səlahiyyət daşıyırdısa, imamın olmadığı dövrdə, qeybət dövründə fəqih də insanların idarəçiliyində, yəni idarə etmədə, hökumətin idarəçiliyində həmən qədər, o qədər səlahiyyət daşıyır. Amma İmam Xümeyni desin ki, fəqih imam oldu, günəşə əmr eləyəcək, çaya əmr eləyəcək, bağa əmr eləyəcək, bunlar yalan sözdür. Nə İmam Xümeyni, heç bir ağıllı insan bunu iddia etmir və edə də bilməz. Xülasə, mütləq vilayətin o deməkdir ki, insanların idarəçiliyində nə qədər səlahiyyəti var. İmam Xümeyni iddia elədi ki, ta imam gələnə qədər, imam nə qədər əmr eləyə bilərdisə insanlara, müştəhid də həmən qədər əmr eləyə bilər. Yalnız o şey ki, xüsusi dəlillərlə, ayə və hədislərlə xaric olsun ki, bu məsuma aiddir.
İslam rəhbərinə yox, məsuma aiddir. Əgər məsuma aidliyi sabit olsa, onda onu əmr eləyə bilməz. Məsələn də İmam Xümeyn deyir ki, müştehid cihad ibtidai fətvası verə bilməz. Yəni məsələn deyə əmr verəsin ki, gedin Fransanı alın, Amerikanı alın, bunu eləyə bilməz. Bu məsuma xasdır. İbtidai cihad əmri məsuma aiddir. Bu müctehidə aidiyyəti yoxdur bunun. Amma o yerlərdə ki, məsum insanları idarə edən zaman nə qədər səlahiyyət daşıyırdısa, imamın da o qədər, müştehidin də həmən qədər səlahiyyəti vardır. Xülasə, bir neçə ayə və bir neçə hədisi zikr eləyəcəm ki, vilayət-i fəqih mütləqəni qəbul eləyənlər həmən bu ayə və hədislərdən istifadə eləyiblər. Məsələn, Qurani Kərimdən mübarək Sad surəsində ayə 26-da. Buyurur ki, Euzubillahimineşşeytanirracim. Ya Davud, inna cealnake halifeten fil ard. Ey Davud, biz səni yer üzündə xəlifə qərar verdik. Fəhkum beynən nasi bil haqq. İnsanlar arasında haqqa hökm elə, haqqla, ədalətlə hökm elə. Və la təttəbi'il hava. Həva həvəsinə tabi olma. Fəyudilləkə ən səbilillah. Səni Allah yolundan azdırar. İnnellezine yadilluna an sabilillahi lehum azabun şədid. Həqiqətən o şəxslər ki, Allah yolundan uzaq düşürlərsə, onlar üçün şiddətli əzab vardır. İlk baxışda elə gəlir ki, bu sırf Davuda aiddir. Davud əleyhissalama, yəni Davud peyğəmbər Allahdan əmr eləyir ki, səni biz yer üzrə xəlifə təyin elədik, insanlar arasında haqqla, ədalətlə hökm elə. Dərhal mümkün biri deyir ki, bu məsuma aiddir, bunun müştehidə nə aidiyyəti var? Deyir ki, ayənin arxasına baxanda özü deyir ki, söhbət tək Davuddan getmir. Fəhkum beynən nasi bil haqq. İnsanlar arasında. Davud əleyhissalam, ta ki 50 il, 100 il, hər nə qədər yaşadı insanlar arasında, onda əgər Allahın fəqət ədaləti Davud əleyhissalamın yanındakı insanlara aid, yəni başqalarının haqqı yoxdur Allahın ədalət hökmətində yaşasın, ancaq Davud əleyhissalama aididir. Deməli, onu Davud əleyhissalam həmən dövrdə İslamın rəhbəri kimi, İnnəd-dinə indəllahil İslam, İslamın rəhbəri kimi, yəni öz dövründə İslamı təmsil edən şəxs kimi vəzifəsi bu idi ki, Allahın hökmlərini tətbiq eləsin ki, insanlar ədalətli qanunlarla yaşasınlar. Deməli, onda söhbət Davuddan getmir. Davud da o hökmdədir, Süleyman əleyhissalam da hökmdədir. Ondan sonraki peyğəmbərlər də, ondan qabaqçı peyğəmbərlər ta ki gəldi imamlarımıza qədər. İmamlarımız ki, öz dövrlərində hakimiyyət nəsib olmadı, yəni zahiri hakimiyyət nəsib olmadı və qeybə çəkilirlər. Ondan sonra əgərsə imamlar ki, gedəndə və əmməl həvadisul vaqiyə fərciə fiyyə ilə urvati hədisinə, qabağınıza çıxan hadisələrdə ravilərimizə, hədislərimizin ravilərinə müraciət edin ki, məqsəd xüsusi dəlillərlə müştehidlərdən söhbət gedir. İndi ki, o vəzifə müştehidlərin öhdəsinə qoyulur. Demək, onda müştehidin vəzifəsidir ki, İslam qanunlarını tətbiq eləsin, ilahi hökmlər tətbiq eləsin ki, yer üzündə insanlar ədalətlə yaşasınlar. Yəni, insanların ədalətinin hökmündən yaşaması təkcə Davud əleyhissalamın zamanında yaşayan insanlar aidiyyəti yoxdur. Onların da haqqı var ədalət hökmündə yaşasınlar. Mənim də, məndən sonraki insanların da ta qiyamətə qədər hər bir insan haqqı var ki, Allahın qanunlarının ədaləti çərçivəsində, onun çətiri altında, onun belə deyək də, himayəsində yaşasın. Deməli, onda Davud əleyhissalam İslam rəhbəri kimi dəyərləndirir. Yəni, sanki o dövrdə Davuda xitab olunur, ondan sonraki dövrdə imamlara, ondan sonraki dövrdə müştehidə ki, ey müştehid, Allahın qanunlarını tətbiq elə ki, yer üzündə insanlar ədalətlə yaşasınlar. Bu bir ayə idi. Digər bir ayə mübarək Nisa surəsinin 60-cı ayəsindədir. 60-cı ayəsində. Buyurur ki, Ələm tərə iləl-ləzīnə yəz'umunə ennəhum əmənu bimə unzilə iləyk. Məyər görmürsən o şəxsləri ki, onlar bu cür güman edirlər ki, güya onlar sənə nazil olana iman gətiriblər. Və mə unzilə min qablik və səndən qabaqçılara nazil olanlara, yəni öncəki peyğəmbərlərə nazil olana iman gətiriblər. Neynirlər bunlar? Yəni özləri mömin sayan insanlar neynirlər? Yuridunə ən yətəhəkəmu ilə tağut və qəd umiru ən yəkfuru bih. Onlar tağutun məhkəmələrinə müraciət edirlər, zalim hökumətlərin məhkəmələrinə müraciət edirlər, hansı ki Allah Taala əmr eləyib, onlara əmr olunub ki, o məhkəmələri boykot eləsin, onlar küfr eləsinlər, onlar onun qapısına getməsinlər. Ən yəkfuru bih. Və yuridu şeytanu ən yudilləhum dalalən bəidə. Allah, şeytan da istəyir onları Allah yolundan uzaqlaşdırıb, tamamilə azğınlığa, zəlalətə salsın. Deməli, bu ayə-i şərifə buyurur ki, bir dəstə möminlər özün mömin saydığı halda Allahın peyğəmbərinə və ondan qabaqçı peyğəmbərlərə
Yəni Həzrət Muhammed sallallahu aleyhi və alihi və səlləmə və ondan qabaqki peyğəmbərlər nazil olanlara iman gətirdiyini iddia etdiyi halda gedir zalım hökumətin məhkəmələrinə. İmam Xümeyni Rıdvanullahi aleyh həmən söykəndiyi ayələrdən biri budur ki, deyir ki, Allah Teala deyir ki, onların qapısına getməyin, sizə əmr eləmişəm ki, onlara küfr eləyin və o məhkəmələri boykot eləyin, zalım məhkəməsinə müraciət etməyin. Yaxşı, ondan zalım məhkəməsinə getməyək. Dünyamız problemlə dolu, bu da biri ilə torpaq davası eləyir, biri miras, irs davası eləyir, birinin maşının əzir, birinin məsələn deyək, canına bir xəsarət yetirir. İstər-istəməz həyat bu cürdür. İnsan problemlərlə yaşayır və məhkəməyə müraciət etməliyik. Deməli onda, əgər Allah Taala zalım hökumətin məhkəməsini qadağan eləyirsə və ona icazə vermirsə, deməli onda haqq hökumətinin məhkəməsi olmalıdır ki, neynəyək? Müraciət eləyək. Və İmam Xümeyni orada qəşəng bir incə nöqtə toxunur. Mümkündür bəzilər deyəcək ki, bəli də müştəhidlərə müraciət eləsin, müştəhidlər həll eləsin. Deyir, bəli, müştəhid bəzi hallarda məsələni həll eləyə bilər. Yəni müraciət elədilər müştehidə. Müştehid də gəldi, sən haqsan, sən batil. Əgər hər ikisi Allahdan qorxan idilərsə, Allahdan qorxan bəndələr idisə, onda aralarında müştehid haqqı batildən ayırd edən kimi məsələ həll olub çıxıb gedəcək. Amma 90% bu cür olmur. 10% insanlar Allahdan qorxandır, ya biraz da az. Əksərən Allahdan qorxmayandılar. Deməli onda müştehidin əlində güc də olmalıdır. Hökmü çıxardandan sonra tətbiq eləmək üçün güc də lazımdır. Deməli, onu təkcə haqqı batildən ayırd eləmək kifayət eləmir. Haqqı batildən ayırd eləyəndən sonra gərək haqqa tabi olmayanları zor gücünü o qanuna tabi elətdirəsən. O da yalnız və yalnız dövlətlə mümkündür, hökumətlə mümkündür. Deməli, onda müctehidin əlində qəzavətdən, qazidən, məhkəmədən əlavə o məhkəmənin hökmlərin tətbiq eləmək üçün güc olmalıdır. Polisi olmalıdır, həbsxanası olmalıdır, ordusu olmalıdır, hərbisi olmalıdır ki, Allahın məhkəmələrində çıxan hökmləri insanlar arasında tətbiq eləsin, bu ictimai ədaləti bərpa eləsin. Maidə surəsində 3 dənə ayə demək olar ki, 45, 46 və 44, 45, 47-ci ayələrdə səhv eləmirəmsə, ayənin sonunda deyir ki, və mən ləm yəhkum bima ənzəlallah fə ulaikə humul kafirun bir ayədə, zalimun o bir ayədə, fasiqun da o birisi ayədə. Yəni 3 dənə sırayla elə bir ki, ayədə ortada bir ayə keçməklə 3 dənə ayədə deyir ki, Allahın endirdiyi, Allahın nazil etdiyi şeylə hökm eləməyənlər kafirdirlər. Allahın endirdiyi hökmlərlə hökm eləməyənlər zalimdirlər. Allahın hökmlərlə hökm eləməyənlər fasiqdirlər. Deməli onda əgərsə hər hansı bir yerdə bir müctehidin imkanı varsa ki, dövlət qursun, yəni imkanı var, dövlət qura bilir və orada Allahın hökmlərin cari eləyir, ilahi hökmlər cari olur. Onda əgər onu eləməsə, onda nə olacaq? Yer üzündə zalim qanunlar, yəni dünyəvi qanunlar tətbiq olunacaq. Dünyəvi qanunlar tətbiq olanda da nə olacaq? Onda həmən müctehid gərək onda nə olsun? Həmən sifətləri daşısın. İmkanı var idi, o qanunları tətbiq eləsin, eləmədi. Və mən ləm yəhkum bima ənzəlallah fə ulaikə humul kafirun, zalimun, fasiqun. Onda həmən o hökmü tətbiq eləyənlər kafir, zalim, fasiq oldular və o hadisəni görüb susan müştehid də sanki onun günahında şərik oldu ki, Allahın hökmlərini tətbiq eləyə bilərdi, Allahın qanunlarını yer üzündə cari eləyə bilərdi. Eləmədi, nəticəsində zalimlar, fasiqlər, nə bilim, kafirlər öz hökmlərini tətbiq elədilər. Və bunun kimi ayələr həddən artıq belə deyək, bir neçə dənə ayədən istinbat eləyə bilər. Təbii ki, heç kim deyə bilməz ki, Quranda bir ayə var ki, orada deyir ki, ay cəmaat, müştehidin vilayəti filan həddədir. Heç imamların özü üçün belə açıq-aşkar ayə yoxdur ki, 12 imam gələcək, Əli əleyhissalam birinci olacaq, İmam Mehdi sonuncu olacaq və onların filan vilayəti olacaq. Əgər imamların özü üçün bu aşkarlıqda ayə yoxdursa, müctehid üstündə o cür aşkar ayə ola bilməz. Yəni ayələrin belə deyək, küncündən bucağından istinbat olunub çıxardılan hökmlər əsasında olacaq. Bu bir sıra ayələrdir ki, bəzilərini işarə elədim. 2 dənə də hədisə işarə elə, ondan sonra inşallah Allahın izni ilə keçərik sonraki suala ki, o bir sualların da haqqı əda olunsun. Nəhcül Bəlağədə Həzrət Əmir əleyhissalamdan belə bir hədis nəql olunur ki, İnnə həqqən nasi bihazəl əmr əqvahum aleyhi və a'ləməhum bi əmrillahi fih. Həqiqətən insanların bu posta, bu vəzifəyə, bu əmrə ən haqlı olanı, yəni imamın dövründə imamət postuna, imam olmayan dövrdə də həmən posta ki, müştehidlərə tapşırılıb o posta, həmən vəzifəyə kim təyin olunmalıdır? Əqvahum aleyh. O işi öhdəsinə gəlmək üçün ən qüvvətlisi, ən bacarılısı kimisi olmalıdır və a'ləməhum bi əmrillahi fih və Allahın işlərin icra eləmək üçün ən savadlısı olmalıdır.
Deməli onda kimdir ki Allahın hökmlərini bilir və onu tətbiq edə bilər? Müştehid. Müştehid Allahın hökmlərini digərlərindən daha yaxşı bilir və nə vaxt əqva olur, o vaxt ki əlinin altında hökuməti var, polisi var, güc strukturları vardır, nə bilim deyək, qanuna qarşı çıxanları cəzalandırmaq qabiliyyəti var. Onda ola bilər ki, Əli əleyhissalam deyir ki, insanlar arasından bu işə, yəni bu rəhbərliyə ən ləyaqətlisi olanı, ən haqlı olanı o şəxslərdilər ki, əlində güc var, qüvvət var və beynində də, başında da Allahın elmləri vardır ki, ondan bu hökmləri tətbiq edirlər. Və yaxud ən çox söykənilən hədislərdən biri Ömər ibn Hənzələnin məqbuləsi. Uzun bir hədisdir, lazım olan qısa yerini deyirəm ki, əgər deyir, imamdan soruşur Ömər ibn Hənzələ ki, əgərsə şiyələr arasında problem oldusa, neynəsinlər? Zalim məhkəmələrə müraciət oluna bilər. Məsələn, bayaqki ayədə dedim ki, Həzrət deyir ki, yox, ola bilməz, onlar müraciət eləməsinlər. Bəs neynəsinlər? Deyir ki, 2 dənə bizim hökmümüzü bilən fəqihlərə, alimlərə müraciət eləsinlər. Orada İmam əleyhissalam buyurdu ki, inni qad cəaltu aleykum hakimən. Çünki mən o müştehidləri sizin üzrə hakim təyinləmişəm. İmam Xümeyni yapışır bu hakim sözündən. Deyir ki, Ömər ibn Hənzələ qəzavətdən soruşurdu ki, problem var, bu qəzavəti həll eləsin. İmam deyə bilərdi ki, mən qazi təyin eləmişəm ki, o məhkəməni həll eləsin. Amma imam biraz da yuxarıdan yapışdı ki, mən o halal haramı bilən müştehidləri, alimləri hakim təyin eləmişəm. Hakim qazidən biraz da yuxarıdır. Yəni əlində hökuməti olmalıdır, bayaq dediyimiz kimi. Tək qəzavətdən kifayət eləməz. İnni qad cəaltu aleykum hakimən. Mən onu hakim qərar vermişəm. Hər kəs onun hökmünə qarşı çıxsa elə bil bizə rədd eləyibdir. Bizə rədd eləyənin də hökmü elə bil Allaha şirk qoşmaq həcmindədir. Hədis uzundur, istəmirəm vaxt tutam. Digər hədis ki, bayaq da qeyd elədim. İmam əleyhissalam qeybə çəkilməmişdən biraz öncə Əli ibn Muhammed Səmuriyə səhv eləmirəmsə məktubunda yazır ki, məsələn, bir sıra suallara cavab verir və buyurur ki, bir müddətdən sonra mənim qeybəti kubram başlayır. Bu müddət ərzində tam mənim uzun bir qeybətim olacaq və əmməl həvadisul vaqiə fərci'u fiha ila ruvati hədisina. Qabağınıza çıxan hadisələrdə bizim hədislərimizin ravisinə müraciət edin. Deyir ki, hadisə imam demədi şər'i hökm. Şər'i hökm desəydi mümkündür müştehidin fətvasına danışardı. Hadisələr, demək müharibələr bir hadisədir, şəhər salmaq bir hadisədir, bir şəhəri dağıtmaq bir hadisədir. Hansı şəxslə ittifaq bağlamaq, ittifaqı pozmaq, bunlar hadisələrdirlər. Deməli, sanki ictimai məsələlərə daha yaxından ki, şəri məsələlərə. Şəri məsələ də əhatə edir öz yerində, amma imam bu ki, qabağınıza çıxan hadisələrdə bizim ravilərimizə, bizim hədislərimizin ravisinə müraciət eləyin. Deməli, onda İmam əleyhissalam kimin öhdəsinə qoyubdu? İctimai məsələləri müştehid o ictimai vəzifələri haçan icra edə bilər? O vaxt ki, əlində güc olsun, qüdrət olsun. Bu da vilayət fəqihin bir dəlillərindəndir ki, bəhs geniş bəhsdir, amma da çox vaxtınızı tutmuyor. Şəxsən, onda belə çıxır ki, ümumiyyətlə bütün məraci təqlidlərin öz vilayəti var. Yox. Başda kim oturubsa, necə ki, məsələn, imamların öz dövründə, deyək, fərzəndi, Əli əleyhissalam hakim idi, amma İmam Həsən əleyhissalam bilqüvvə hakim, yəni atasından sonra hakimiyyətə gələcəkdi. Ya İmam Hüseyin əleyhissalam da vardı, İmam Zeynəlabdin əleyhissalam da vardı, amma hakimiyyət bir nəfərdir. Hakimiyyət həmişə bir nəfər olur. Mən bəzən misal vururam ki, yaxşı misalda diqqət edin. Fikir verin. Bir məktəbdə mümkündür deyə 50 dənə, 100 dənə müəllim vardı, amma bir dənə direktor olur. İdarəçi bir dənə olur. Ola bilsin ki, o müəllimlər çoxu o direktordan daha savadlıdır, işim yoxdur. Amma söhbət savaddan getmir, söhbət idarəçilikdən gedir. Kim daha yaxşı idarə eləyəndir? Bu da müəllimdir, bu da müəllimdir. Mümkündür o, məsələn deyək, direktor olmayan müəllim savad baxımından, elm baxımından direktordan daha yaxşı savadlı olar. Amma versən məktəbi idarə eləməyə mümkündür xaraba qoyar. Deməli onda hakim müştehidlərin içindən olmalıdır, amma hansı olmalıdır? O müştehidlərin içindən ən yaxşı idarə elə biləcəyi kimdirsə o olmalıdır. Eyni zamanda da həkimlər də bu cürdür. Xəstəxanada bir dənə xəstəxananın müdürü olur, çoxlu həkimlər olur. Mümkündür həkimlər xəstəxana müdüründən daha savadlı həkimdir. Amma hansı yaxşı idarə eləyəcək? Ona görə də İslamın da rəhbəri nəyə bənzəyir? Həmən o məktəbin direktoruna. Ta ki, məsələn, Xamenei ağa ya İmam Xümeyni o postda oturub digər müştehidlərin müştehid səlahiyyətini əlinə almayıb ki, onlar fətva verirlər, cəmaata elm öyrədirlər, fətva verirlər, cəmaatın müşkülünü həll eləyirlər. Amma ictimai siyasi məsələlərin idarəsində gərək ki, onda necə ki, müəllimlər direktorun sözünə oturub durur, gərək ki, onlar da neynəsinlər? Mümkündür savadlıdır, işim yoxdur, ola bilər, 10 qat savadlı olar. Amma ictimai məsələlərdə o başda gedən nəyə əmr edir ki, onu neynəsinlər, itaat eləsinlər. Yəni, söhbət şəxsdən getmir. Hər kim olursa olsun, ta ki deyək, Xamenei ağa deyil, məsələn də Seyidistani. Seyidistani deyil, ta ki Məkarim Şirazidir, fərqi yoxdur. Hər kim ki başda oturdusa, gərək ki, onun da ictimai siyasi məsələlərdə onun sözü əsas götürülsün. Təbii ki, onlar da öz başına eləmir ki, o da məsləhət, məşvərətdən sonra çıxarılan hökmlərdir. Onda belə çıxır ki, şeyxinə xülasə
qayda, yəni Quran və sünnətdə vardı. Sadəcə olaraq bu məsələni İranda tətbiq elədilər. Onu tətbiq elədilər. Yəni Amma bu bir şeydə tətbiq bunu da qeyd eləyək ki, əks tərəfin də özünün dəlilləri var və bu dəlillər hamısı irad tutublar, işğal eləyiblər. Yəni bu artıq belə deyə də bu sosial şəbəkəsi məsələsidir. Əgər bu məsələlər müştəhidlər arasında illərlə bəhs olunursa, həll olunmayıbsa, mən sadəcə dedim ki, bu şeylər dəlillərə söykənirlər. Əks tərəfində yenə özlərinin dəlilləri vardır. Məsələn də İmam Xümeyni bu dəlillər gətirənlər olsa, Seyyid Xoy deyir ki, məsələn İmam Xümeynin söykəndiyi, demir İmam Xümeyni, deyir ki, o vilayət fəqih qəbul edənlərin dəlillərinin bəziləri sənəd baxımından yanımda sabit deyil, bəziləri də dəlalət baxımından ki, deyirlər mənim üçün sabit deyil. O da öz dəlillərini gətirir ki, bunlar sabit deyil. Onlardan qabaq məsələn deyək ki, Sahibül Cəvahir sanki vilayət fəqih mütləqəni qəbul edirdi, amma ondan sonra gələn Şeyx Ənsari qəbul etmədi. Hələ mən 150-200 il bundan qabaq danışıram. Onlardan qabaq məsələn Əvaidül Əyyam, yəni İmam Xümeyni demək olar ki, yoxdan gətirmədi nəzərinə. İmam Xümeynidən 200 il qabaq Əvaidül Əyyam kitabının sahibi Əllamə Nəraqi bu sözləri demişdi. İmam Xümeynidən qabaq 200 il qabaq o sözlər deyilmişdi. İmam Xümeyni onu həyata keçirtdi. Ki, Sahibül Cəvahirdən qabaq da o sözləri demişdilər. Yəni deyənlər də var, qəbul edən də var, rədd edən də var. Hər kəsin qalıb öz nəzərinə və Allahın öz arasında o ayədən, hədisdən nə başa düşür, o mühümdür. Növbəti sual budur ki, izləyicilər soruşurlar ki, bizim əqidəmizə əsasən bütün ənbiyalar və əimmə məsumdular. Bəs necə oldu ki, Adəm Peyğəmbər, yəni sual verən bu cür verir ki, necə oldu ki, Adəm Peyğəmbər günaha mürtəkib oldu və sonradan o günahdan tövbə etməsi gərəkdir? Bir neçə cavab deyilibdir. Mən qısa konkret ən yaxşı, yəni özüm üçün ən yaxşı bildiyim cavab İmam Rıza əleyhissalamın cavabıdır. İmam Rıza əleyhissalama ki, irad olunanda siz ki deyirsiniz Peyğəmbər və imamlar gərək məsum olsun, onda Allah Quranda bu ki, fəəsə Adəmu Rəbbə, Adəm öz Allahına üsyan elədi. Bəs necə üsyan elədi? İmam Rıza əleyhissalam çox bir dənə belə deyə açıq və dəqiq cavab verir. Buyurur ki, Allah Teala Adəmi xəlq eləyəndə, torpaqdan xəlq eləyəndə onu məsum yaratmamışdı. Qeyri-məsum, yəni adi, bizim kimi bəşəridir. Və cənnətə də daxil eləyəndə, elə adi insan kimi, mömin, elə sıravi mömin kimi bir şeydir. Ona görə üsyan eləyə bildi. Amma elə ki, cənnətdən çıxartdı yer aləminə daxil eləməyə, yer aləminə endirməyə, cənnətdən çıxarıb yer aləminə endirən zaman onu məsum elədi. Ona görə də Adəmin günahı ismətindən qabaq idi. Ona görə də məsum, necə ki, sən mən günah eləyə bilir, o da sıravi bir mömin idi. Amma elə ki, Peyğəmbər kimi yer aləminə endirilməyə əmr olundu, endirilsin mələklər tərəfindən, yəni hansısa vasitə ilə, onda məsum elədi. Yəni artıq işgal gəlmir ki, nətər? Necə oldu ki, Peyğəmbər deyir, Peyğəmbər olmamışdan qabaq insan idi. İnsan olduğu halda məsum deyildi, günah elədi. Peyğəmbərlik verilib yerə endirilən zaman nə elədi? Məsum elədi. Bəs bu məsələdə tərk övlada deyirlər. O da bir nəzərdir. Amma dediyim kimi, o tərk övlad dərhal irad tutacaq ki, fəəsa deyir. Tərk övlad necə üsyan deyir. Niyə Həzrət Əli əleyhissalam övladlarının adını, xəlifələrin adını qoydu bir halda ki, biz iddia eləyirik, sual verir ki, biz iddia eləyir ki, şiələr, Ömər, Əbu Bəkir və xəlifələr, bunlar İslam düşmənləridir. Da belə deyək. Sual verəni sual budur. Bəs necə olur ki, Həzrət Əli əleyhissalam övladlarının adına, xüləfaların adını qoyur? Bu barədə bir neçə cavab deyiblər. Yəni məndən qabaq 1000 ildə bu suallar verilibdi və cavab da verilibdi. İstəyirəm ki, 2-3 dənə cavaba işarə edeyim. Birinci cavab bundan ibarətdir ki, onlar ərəb içində bir adlar idi. Adlar idi. Məsələn, misal deyək ki, hal-hazırda Azərbaycan Respublikasının başçısı İlhamdır, yoldaşının adı Mehribandır. İndi bir müxalifətdən bir nəfər ki, onun hökumətin bəyənmir. Oğluna İlham ya qızına Mehriban adı qoysa, ona görə hökumətə görə elədi bunu. Azərbaycanda bir məruf addır, məşhur addır, İlham, Mehriban addır. Bəyənilən bir addır. Ömər sözünün mənası deyil, təmir, abadlıq sözündəndir, məsələn. Əbu Bəkir, yəni Bakir, yəni təzə bir şey icad eləyən nəmatası. Yəni söz olaraq bir şey deyil. Ərəbdə bir adı da qoymuşdu. Yəni şeyx, bəziləri də iddia edirlər ki, qarşı tərəfdən ki, bu sevgiyə dəlalət eləyir. Hə, yox, elə onu deyirəm də. Deyirəm, hökmən deyil ki, bir nəfər ad qoyursa, həmən o dövlət başçısına görə ad qoyur. Adın öz gözəlliyinə görə ad qoyur. Bu bir ehtimaldır. Şu ərəb dilində məşhur bir ad idi, ona qoyur. Digər tərəfdən, sırf olaraq Osman adı barəsində Əli əleyhissalama irad tutular ki, sən ki Osmanı məsələn deyək, batil xəlifə bilirsən, zalim bilirsən, niyə adın qoydun? Əli əleyhissalam buyurur ki, mən Osman ibn Əffana görə qoymadım. Mən qardaşım Osman ibn Məzuna görə qoydum.
Osman ibn Məzun ki, Peyğəmbərin süd qardaşı idi. Əli Əleyhisselam da Peyğəmbərin siğə qardaşı idi. Yəni qardaşımın qardaşı mənim qardaşımdır. Osman ibn Məzuna olan sevgimlə onun adını qoydum. Osman yəni adı şəxs o xəlifə üçün deyildi ki, Osman bir dənə adıdır, ərəbdə adı idi. Ya şərif valid olub da. Bəli, Əli Əleyhisselam bu ki, mən Osman adını qoymaqdan məqsədim Osman ibn Məzuna olan sevgimlə qoydum. Yəni hətta o dövrdə belə bu söz söhbət olur. Bəli, vardı. Vardı, şiir atılır. Digər bir cavab elə bilirəm ki, daha məntiqlidir. Əgər doğrudan da tarixdə sabit eləyə bilsək ki, həqiqətən də Əli Əleyhisselamın oğlanların adı bu olub. Bəli, məşhurdur, amma mümkündür bir irad eləyər ki, bunlar hamısı tarixdə olan iddiamlardır. Və məşhur budur ki, doğrudan da Əli Əleyhisselam Ömər, Əbu Bəkir, Osman adında oğlanları olub və ta ki, Əbu Bəkirlə Osman zahirən Kərbəlada şəhid olublar. Ömər isə sonradan Zübeyrə qoşuldu, Ömər ilə ətraf. Nəsə işim yoxdur hələ onda qissəsinə oldu. Yəni, bəndə həqirin zehninə gələn ən yaxşı cavab sanki budur. O Əli Əleyhisselamın, belə deyil, o kişiliyinlə, mərdliyinlə irəli gəlir ki, mənim bunlardan düşmənçiliyim yoxdur, bunların məndən düşmənçiliyi vardı. Əgər düşmənçiliyim olsaydı, onların adlarını qoymazdı. Mən bunlara qarşı düşmən olmadım, onlar mənə qarşı düşmənçilik elədi. Onlar mənə qarşı nifrətlə yaşadı. Mənim onların problemi yoxdur. Əgər onlar İslama, Allah, Peyğəmbərə, imama qarşı bir problem törətməsəydilər, nədir? Mən də törətməzdim. Yəni, mən belə deyək də, mən onlara qarşı bir inadla, kinlə, küdurətlə yaşamadım. Əgər kin, küdurətlə yaşasaydım, uşaqlarım onların adını qoymazdım. Deməli, mənim onlara qarşı nifrətim yoxdur. Onların mənə qarşı nifrəti, düşmənçiliyi, nə bilim, problemi vardı. Bu da bir cavabdır. Və başqa bir cavab da mümkündür, daha tarix cəhətindən məntiqli cavab olsun ki, biz bilmirik o dövrdə şiyələr nə əzab əziyyət çəkirdilər. Hətta Əli adı qoymaq belə sanki cinayət idi. Mümkündür Əli Əleyhisselam öz uşaqlarının adını Əbu Bəkir, Ömər, Osman qoymaqla şiyələr üçün bir qapı açdı ki, onları xilas eləmək üçün. Ki, sabah bir uşağına biri özünü qorumaq üçün Əbu Bəkir, Ömər qoyanda başqa şiyə onu ittiham eləməsin. Düşünün ki, Əli Əleyhisselamda oğlanlar da Əbu Bəkir, Ömərində şiyələri qorumaq üçün, canların, balaların təhlükədən hifz eləmək üçün öz uşaqlarının adını Əbu Bəkir, Ömər, Osman qoydu ki, sabah şiyələr o adı qoyanda biri o birisini qınamasın və onunla da şiyələrin canını qoruya bilsin. Şiddətli bir baskı var. Elə bir baskı ki, Əli adı qoyulanın, hətta burada 1000 ildən sonra, 1400 ildən sonra biz Suriyada olanda ki, Səddamın hökuməti yıxıldı və bu partlayışlar, zatlar başladı və o vaxt bu Daişin o vaxtki vaxtı da, nə idi onun adı? Zərqavi idi ya nə idi? Allah lənət eləsin o Vəhabilərin böyüyü o vaxt. Onun o 2004-2005-ci illər danışıram ki, hər yer qan, hər yer partlayış, qırğın, qiyamət, yolları kəsirdilər. Hətta o vaxt deyirlər ki, bu cavan uşaqda, indi şey oğlan, burasına Zülfüqar şəkili çəkdim. Ona görə qolun kəsmişlər ki, sən nətər qola Zülfüqar çəkdilərsən? Azərbaycan qılın ki, Zülfüqar, üstünə yazıb Lafətə ilə əliməsən, heç yazılmayıb. Zülfüqara görə oğlanın qolun kəsmirlər ki, sən şiyəsən. İndi gör, o dövrdə nəymiş? Əgər indiki Vəhabi bu oyunu çıxardırsa, indiki Nasibi bu oyunu çıxardırsa, o 1400 bundan qabaqçılar nə oyun çıxardardı? Əməvilərin. Biz vəzirlərimizdən biri sual verir şeyxlə. Bu günahkarları, ümumiyyətlə, müstəhəb namazlarda, istər bayram namazı olsun, istər vacib namazlarda, qunutda dua elədiyimiz zaman xüsusən günahı zahir olmuş şəxsləri dua edə bilərik. Məsələn, bir şəxs intihar edir. O bilir ki, intihar haramdır. Bu bilərəkdən intihar elədi, özünü öldürdü. Həmin şəxs, məsələn, onu sevdikləri qunutunda ona dua edə bilərmi? Əvvələn bunu qeyd edeyim ki, vətr namazının qunutunda ki, 40 dənə mömin dua eləməlidir. Məqsəd orada mömindən məqsəd Əli Əleyhisselamın şiyələri deməkdir. Mömin sözü 3 mənada gəlib. Bir dəfə mömin kafirin müqabilində, yəni müsəlman mənasındadır. Mömin müqabili olur kafir. Bir dəfə mömin müqabili olur fasik. Yəni filan kəs mömindir, filan kəs fasikdir. Yəni din əməl eləyir, o əməl eləmir. Bir dəfə mömin müqabili müxalifdir. Burada möminin müqabili müxalifdir. Yəni mömin yəni Əli Əleyhisselamın şiyəsi. Ona görə də rəhmətli Lənkərani ağanın istiftalarında belə bir şey vardı ki, ola bilər ki, mən günahkar möminləri dua eləyim, yəni günahkar şiyələri. Ağa da cavab verir ki, bəlkə bəli eləyə bilərsən, bəlkə onlar üçün duan daha savabdır. Yəni məsələn deyək, namaz qılan dua eləyən ki, Allah filan kəsi bağışla. Elə o qunutda deyən ki, ay Allah, qonşum filan kəs ki, məsələn şiədə, Əli Əleyhisselam şiəsidir, araq içir, ona tövfiq ver, araq içməsin. Filan kəs ki, zina ilə onu zinadan çəkindir. O fasiqlərin duası Allah yanında o namaz qılankindən bəlkə daha tez qəbul olunur və Allah sənə daha böyük əcr verər. Xülasə orada mömindən məqsəd Əli Əleyhisselamın şiəsidir, yəni müqabili müxalifdir, yəni Əli Əleyhisselam vilayətini qəbul eləməyənlər. Eləcə də digər yerlərdə, hər yerdə mömin üzrə dua eləmək olar, fasiq üzrə. Sadəcə olaraq
Mömin üçün dua bir cür olur. Deyirsən Allah filan kəsi bağışla ya birazdan müvəffəq edin. Kafir deyirəm. Fasiqin barəsində deyirsən ki, onun günahlarının qabağını alacaq, tövfiq ver, günah eləməsin, tövfiq ver, haqqa gəlsin, hidayət elə bu sözlərlə. Bu çox qlobal bir sualdır. İzləyicilər tərəfindən gəlir son zamanlar. İzləyicilər çaşbaş qalırlar bəzi məsələlərdə, xüsusən bu musiqi və qina məsələsində. Qina nədir? Və yaxud da qina nə növ bir haramdır və musiqi məsələsində. Əvvələn bunu qeyd edeyim ki, qina insanın ağzından çıxan səsə deyil. Yəni müğənninin oxuduğu səsə, avaza qina deyirlər. Musiqi isə alətdən, gitaradan, qarmondan, tardan çıxan şeyə deyirlər. Bəzən biz qina musiqi qarışdırırıq, amma fiqdə termin olaraq qina deyəndə adamın ağzından çıxan səsə deyirlər, musiqi deyəndə alətdən çıxan səsə deyirlər. Məşhur nəzər budur müştəhidlərimizin arasında. Azərbaycandakı ən çox təqlid olunan rəhbər Nəsistani ağadır. Hər ikisinin demək olar ki, nəzəri budur ki, əgərsə musiqi və qina ləhv, ləəb, yəni eş-işrət məclislərinə münasib deyilsə, problemi yoxdur. Demirik problem yoxdur, gedib belə gecə-gündüz qulaq asın. Yəni haramlıqdan danışırıq. Deməli onda istər alətdən çıxan səs olsun, istər müğənni ağzından çıxan səs olsun. Əgərsə elə bir formadadır ki, kef məclislərində, toy məclislərində, kampaniyalarda, araq məclislərində, eş-işrət, nə bilim deyək, qarışır oğlan qıza, qız oğlana, o çalır, bu oxuyur. Bu günah məclisləri ki var, onun avazlarına uyğun avazlardılarsa haramdır. İstər insanın ağzından çıxsın, istərsə də alətdən çıxsın. Yox, əgərsə, tutaq ki, deyək, vətənpərvərlik ruhiyyəsindədir, nə bilim, əsgər marşlarıdır, ya məsələn, deyək, belə deyək də, insanı düşündürəcək bir məsələn deyək, melodiyalardır ki, kef məclislərində, günah məclislərində istifadə olunmur. Bu cür mahnıların, bu cür musiqilərin problemi yoxdur. Yenə də gəlin ki, hər kəsin gəlin ki, öz müştəhidinə baxsın. Ən azından dedim ki, bu iki müştəhidin nəzəri budur ki, ləhv-ləəb məclisinin musiqiləri haram, amma eş-işrət, ləhv-ləəb məclisinə uyğun olmayan musiqilər isə halaldır. İstər alətdən çıxsın, istər insanın ağzından çıxsın. Bəzilər deyir ki, yəni qinadan qəsd tərcih soğut. Yəni boğazdan çıxan o cəhcəhə, çünki səsi çıxardan, qaytar çox vaxt muğamda olur belə şeylər. Təkcə tərcih soğutu qəbul eləmir. Deyirlər ki, tərcih soğut və təmdiduhu mə'a münasibəti lil-ləhvi və-lə'ib. Yəni cəhcəh vurdurur bu şərtilə ki, həmin o cəhcəh yenə də qayıdır həmin o eş-işrət, kef məclislərinə uyğun olur. Amma birdən-biri məsələn deyək Səlim Müəzzinzadə rəhmətullahi əleyh azanda cəhcəh vurdurur, məsələn fərzən deyək. O cəhcəhi kef məclislərində görürük, yox. Deməli onda ləhvlər məclisə uyğun deyil o şey. O da məsələn deyək qaynadır boğazının əvində, o gedib aparıb gətirir o səsi. Amma həmin o avaz mümkündür deyək kef məclislərində ya günah məclislərində olmadığı üçün o cəhcəh düzdür, orada da tərcih soğut var, aparıb gətirmək var boğazında, amma ləhvlər məclisinə münasib olmadığı üçün, uyğun olmadığı üçün ona görə haram sayılmır. Məsələn bəzi qarilərdə olub da tarixdə. Bəli, əgərsə qari istər Quran oxuyan ya məsələn deyək mərsiyə oxuyan ya hər hansı bir şey, hər hansı bir şəxs haqq şeylərində imamdan, peyğəmbərdən, Allahdan, Qurandan bir şey oxuyarsa və həmən kef məclislərinin avazlarına uyğun boğazına fırladarsa, günahdır və biraz da günah böyüdür ki, ilahi kəlamları ya peyğəmbər, imama aid olan şeyləri o cür oxuyur. Buna görə də biz dəfələrlə başqa yerdə də demişik ki, bəzi hallarda görürsən mərsiyə xanlar indi ya türk müğənniləri, ya öz müğənnilərimizdən, ya ərəb müğənnilərindən avazı götürür, içinin sözünü çıxardır, yerinə məsələn deyək peyğəmbərdən, imamdan bir mərsiyə salır. Görürsən avaz elə həmən avazdır. Bu haramdır və biraz da şiddətli haramdır. Niyə görə haramdır? Çünki həmən əhli bir nad həmən o günahla birgə çəkir. Bəs elə şeyx, o sualın içində də sual budur ki, günümüzdə məsələn bizim məntəqələrimizdə ki, toy eləyirlər. Bu Azərbaycanda və Rusiyada zətdə Azərbaycan milləti ki, toy eləyir. Orada məsələn adını qoyurlar toyun, dini toy. Və insanlar dini toy adında möminləri çağırırlar. Orada da günümüzdəki adi haram meyxanalar var ha. Məsələn bu məşhur meyxana oxuyurlar. Eyni avazdan, eyni ritmlə sözləri sadəcə olaraq sözləri dəyişirlər və yerinə qoyurlar məsələn Əhl-i Beytin adlarını, şeirlər və insanları cərmələyirlər. Məsələn filan kəs gəlir, məsələn adını çəkir gəlsin, pul versin. Əsl o pul veri tələb eləmək əgərsə məsələn deyək abrın tökmürsə, yəni elə bir adam ki onun üçün pul vermək
adi bir şeydir. Məsələn, bir var fəqirdən istəyir ki, abri töv. Bir də var imkanlı adamdır, onun üçün 10 manat, 5 manat bir şey deyil. Yəni abri getməyəcəksə, o halda problemi yoxdur. İndi biraz üzünə salıb həyasızlıq eləyir başqa bir şey. Amma bəli, əgərsə məsələn bir kasıbdan istəsə utanacaq, abri gedəcək, o başqa bir şey. Onun mümkündür, haram olsun. Yəni, imkanlı bir adamdan pul istəyirsə, onun üçün də o pulu vermək belə bir onun üçün bir ağır bir şey deyil və rahat aparıb verəcəksə, o halda mümkündür, haram olmasın. Amma qaldı ki, musiqi səhhətindən əgərsə həmin o günah toyalarında oxunan meyxananın avazı üstündə Allahdan, Peyğəmbərdən, imamdan oxuyursa, yenə də haramdır, olmaz. Gərək o elə bir avaz tapsınlar ki, o günah məclisdəkinə uyğun olmasın. Möminlərdə çəkinsin. Mən indi son vaxtlarda çoxdan da dini toylarda iştirak eləmirik, amma olub ki, məsələn, özüm bəzi dini toylarda çıxmışam toyxanadan. Məsələn, deyir, etiraz elə bildim yerdə, etiraz eləmişəm ki, onu dəyişin onu, etiraz eləməyəndə görmüşəm ki, artıq elə şeydir ki, özüm görmüşəm, amma kimsə düşüb ortada oynayıb. Yəni elə bir formada çalıblar ki, məsələn, bir nəfərin üstünə düşüb oynayır. Aydın oldu. Adın dini toy qoyur, amma əslində dinsiz toy olur. Günümüzdə bəzi məşhur məddahlar var ki, hər kəs demək olar ki, onları tanıyır, Əhl-i Beyt adından. Həm roza oxuyurlar, həm toylarda iştirak edirlər, toyları şənləndirirlər. Onlar da məşhur meyxanaçıların avazının üstündə meyxana deyir. Ümumən, Allahın hökmləri məşhur ya qeyri-məşhur üçündür, hamının üçün eynidir. Sadəcə olan məşhur adam eləyəndə biraz da günahı böyük olur. İmam Sadiq əleyhissalamın səhabələrindən biri araq içmişdi. İmam əleyhissalam birbaşa abrin tökmədi ki, filan kəs niyə araq içibsən? Dedi ki, filan kəs, dedi nədir? Dedi, yaxşı hamıdan yaxşıdır, səndən olan da lap yaxşı olur, çünki səni mənə nisbət verirlər. Pis işdə hamıdan pisdir, səndən olan da lap pis olur, çünki səni mənə nisbət verirlər ki, mənim tələbəmsən. Ona görə də əgər bir nəfər Əhl-i Beyt adı ilə məşhurlaşıbsa, Əhl-i Beyt məddahıdırsa, gedib həmən ağzını təzədən mundarlayıb, həmən o haram musiqiləri, o şeytani musiqiləri salacaqsa, o adi insanın günahından mümkünü daha çox olacaq onun günahı. Ona görə gərək oxuyanlar da diqqət eləsinlər ki, əgər bir nəfər Əhl-i Beyt məddahı kimi tanınıbsa da şeytanın məddahı olmasın da, o hədd-hüdudunu gözləsin. Məsələn deyək, Allah ruhunu şad eləsin, adını zikr eləyək, Hacı Yaşar, Allah ruhunu şad eləsin və bərzəxdən də bizə duaçı qərar versin. İslamda, belə deyək də, şiəlikdə, Azərbaycan şiəliyində o dini toyların əsasını demək olar ki, o qoydu. Və ölənə qədər də çalışdı ki, o hədd-hüdudu gözləsin. Bir dəfə səhv elədi, onda çıxdı, üzr istədi və hamıda nəinki gözdən düşdü, biraz da gözlərdə böyüdü ki, insan da səhv eləyə bilər, məsələn, gedib, məsələn, orada oxuyub, neynəyib. Dərhal səhvin etiraf elədi və insanların gözündə 1-ə 10 qat artdı ki, insan da səhv eləyə bilər və səhvindən üzr istədi. Amma bəzilər görürsən ki, səhvin tutub qabağa gedir. Amma bu bir məsələ də var ki, məsələn, əgər bu məsələ bir məntəqədə, bir ürfdə artıq bəlli bir məsələ olsa, bəllinsə ki, bu meyxanaların üzərindən, hətta Əhl-i Beytdən belə desə, bu musiqi haramdır. Artıq harama çevrildi. Bəs orada iştirak edən möminlər hökmü nə olur? Əgər gördü ki, artıq musiqi haram musiqidir və nəhyəz münkər eləyə bilməyəcək, onu gəç onu tərk eləsin də. Məsələn, ya tərk eləməsə bir də... Tərk eləməsə bir də qulaq asdı, o da günaha şərik olur. Məsələn, bəzi qardaşlar deyir ki, hətta bəzi möminlər var ki, onlar məscidə çox gəncə edirlər. Məsələn, rəqs eləyən qadınlara baxırlar. Haramdır, günah eləyir, tövbə eləməlidir, eləməz. Bir dənə hədis deyim. İmam Sadiq əleyhissalamın səhabələrindən birində o, yadımda deyil kişinin adı nə idi? Gəlir imamın yanına, deyir ki, ağa, mənim elə bil ki, sizə bağışlayın, mənim ayaq yolum, tualetim qonşunun çəpərinin yaxınındadır, elə bir divarın yaxınındadır. Və qonşunun da kənizləri var, müğənniliyi oxuyurlar. Mən hər dəfə gedim, məsələn, o divarın dibində, o ayaq yolunda oturanda, qonşunun, məsələn, evindən o kənizlərin səsi gəlir. Və mən də ləzzətlə qulaq asıram. Tualetdə otura qulaq asıram. Amma qəsdim tualetə getməkdən məqsədim o musiqi qulaq asma deyil. Sadəcə oxuyurlar, məndə ləzzət eləyir. Bu mənim üçün günahdır. Həzrət buyurur ki, get tövbə qusl elə. Əgər bu halda ölsün, Allah səni cəhənnəmə salar, yoxdur ki, bağışlamaz bu cür. Hətta həmən miqdar qədər ki, məqsədim tualetə getməkdən musiqiyə qulaq asma deyil. Öz təbii hacətimi aradan aparmaq üçün. Sadəcə həmən miqdarda qulaq asıram. İmam deyir ki, get tövbə qusl elə ki, bu halda ölməyəsən. Ölsün, Allah səni bağışlamaz. İndi qalmış ki, insan toyda oturar ki, məqsəd elə orada o ki, qulaq asma ya baxmaq kimi. Xanım Zəhra Samullahi əleyha təsbihi haqqında, yəni gündəlik namazlarımızdan sonra zikr edirik. Deyir ki, kanalların birində deyir, canlı yayımlardan bir dənə mərcəyi təqlidlərdən biri huzurunda olan bir şəxs sual verir ki, bu səhihdir bu məsələ? Mərcəyi təqlid deyir ki, xeyr, bunun isbatı yoxdur. İmam Əleyhisselamdan dəlil gətirdi ki, bu zikr Xanım Zəhra Samullahi əleyhaya aid deyil və bunu bilmək istərdim ki, bu həqiqətdirmi?
Belə ümumi danışsaq. Ümumi danışsaq ki, çıxartdım həmən rivayətləri. Neçə dənə rivayətdə, hələ İmam Rza Əleyhisselamın qabağında İmam Sadiq Əleyhisselam, İmam Baqir Əleyhisselam təsbih-i Fatimə-i Zəhra sözü gəlibdi. Və hədislərdə həddən artıq çoxdur. Ona görə inanmıram bir müştəhid, bir alim o sözü demiş olsun. Ona görə biraz şübhədə qaldım. Ola bilsin ki, ərəbcə danışırmış, tərcümə edən düz tərcümə eləməyib, ya nəsə deyibsə, bunlar düz başa düşməyiblər. O videonun özünü atarlar üçün bir şey çıxarda bilmədim, tapa bilmədim. Videoya baxım özüm ərəbcəsini, yəni onun orijinalı nədirsə, orijinalı mənə atsınlar. Ondan sonra inşallah gələn həftədə əgər bir şey olsa. Belə Şeyxlə Təsbih-i Zəhra haqqında. Təsbih Fatimə-i Zəhra əleyhissalam Şiənin yanında ən sabit olan zikirlərdən biridir. Həddən artıq çox rivayətləri vardır. Bəli, təriqəsində görəsən Əlhəmdülillah, Sübhanəllah hansı qabaqdır, hansı daldadır. Birincisi ki, Allahu Əkbərdir. İkincisi Əlhəmdülillah ya Sübhanəllahdır. Burada ixtilaf var ki, bəzi rivayətlərdə gəlib Sübhanəllah əvvəldir, Əlhəmdülillah sonra, bəzilərində Əlhəmdülillah əvvəldir, Sübhanəllah sonra. Burada da alimlər deyiblər, ola bilsin ki, çünki təsbih Fatimə Zəhra əleyhissalam iki şey üçün gəlib, iki dənə xas yer üçün. Biri namazdan sonra da biri yatmaq üçün. Ona görə bəziləri deyir ki, ehtimal olunur ki, namazdan sonra dediyimiz xanım Zəhra zikrində həmdi təsbihdən Sübhanəllahdan qabağa salaq, yatmamışdan qabaqda isə Sübhanəllah həmdən qabağa salaq. Ki, bu cür ixtilaf. Amma yenə də məşhur nəzər budur ki, 34 Allahu Ekber, 33 Elhamdülillah, 33 Sübhanallah bu ən yaxşı formasıdır. Amma ixtilaflar da yenə dediyim kimi vardı ki, hansı qabaq ya hansı arxada olsun. Amma həmən o nəsə o video mənim satmadı, bir şey də çıxarda bilmədim yəni. Həsən Şeyxlə Allah razı olsun. Bu günlük bu qədər. İnşallah suallarınız olsa yenə istiftahat bölməsinə müraciət edin. Suallarınızı şərh bölmələrində yazın. Gələn bölümlərdə sizin suallarınızı cavablandıracağıq. Elhamdülillahi Rabbil alemin.